vətənimizin şanlı tarixində ləyaqətlə yer alan bütün vətənpərvər insanların əziz ruhu ilə şükürlə yad edilir. Ardınca Azərbaycan dövlət simvolu, yaşamaz ərəbi üzrə dövlət himninin səslənəcək. Şəhərimizin iş yoldaşları, döyüş yoldaşları və ona kurs keçmiş müəllimlərdir. Zeynal Uyğun Esərov 28 iyul 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 2008-2011-ci illərdə Naxçıvan şəhərində Heydər Əliyev adına hərbi liseydə, 2011-2015-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Biz bilmiyoruz ki onun burada. Sonra bir gün seviyesinde kıskıda yaptığına yap olmuşum. Benim için arası mahalle olsa tabii ana şimdi narahatlıydı, istemirdim ama o hemşe can atırdı hərbiyə. Yani öz arzusuna da sattı. Olursa izliyorlar hərbiyə sənətlərin qəbulu sözdən asılması məxfi oldu. Çünki o hərbi hissəyə daxil olduktan sonra biz qərar bilmişik ki, o hərbi hissəyə daxil oldu. Mən hətta da soruşumda ixtisası nəzir olursan, institutlarını siyasi. Dərsimiz həmişə 6 ay Heydər istəyimizdən sonra Heydər Əliyev adına Azərbaycan Bu kiçik birlik müharibənin kilit nöqtəsi sayılan məqamlarda kölgə kimi gözə görünür. Onlar sızma, məhv etmə, susturma tapşırıqlarını ən yüksək səviyyədə icra etdilər. Xidmətə başlayanda 2 arzusu vardı. Xocalını azad etmək və şəhadət qazanmaq. O bir arzusuna, şəhidlik zirvəsinə çatır. Xocalının azad olunması isə onun silah yoldaşlarına həvalə olunur. Baş leytenant qəlbində sonsuz vətən sevgisi, üzərində şanlı forması ilə ayrılığı Naxçıvana son dəfə 2 noyabrda gəlir və ilə Naxçıvan da şəhidini böyük qürur və izdihamla qarşılayır. Allah qəhrəman qazilərimizə, veteranlarımıza şəfa versin. Allah ordumuzu, millətimizi, xalqımızı, Azərbaycanımızı qorusun. Bu qəhrəmanları unutmaq, gələcəyi unutmaq deməkdir. Hər zaman deyirəm, qəhrəmanları unutmuyor. Nə zaman ki, şəhidlərimizi unutacağıq, bir də unutulacağıq. Bu 100 il ərzində nə qədər bəlalar çəkibdi, xalqımız nə qədər başarı bəlalar gəldi. Bax bunlar, bu Elnurlar cavan canları ilə getdilər bilə-bilə. Xocamənddə mən olmuşam, Xocamənd ən ağır strateji, əhəmiyyətli olan, relyefi çətin olan bölgələrdən biridir. Orada döyüşməyin özü qəhrəmanı olan şəhidlərimiz Allah məkanını cənnət eyləsin, məqamını eyləsin. Hələ 6 ildir yatağa məhkum qazilərimiz vardır. Allah qazilərimizi, veteranlarımızı qorusun. Ordumuzu qorusun, qəhrəman ordudur ki, düşmənlə üzrə durub bizim də balalarımız ordunun mənsubları idi. Gənc qüvvələri ordunun ən ağır, ən çətin və ən elit təbəqəsi sayılırdı. Yüksəklərə qaldırdılar. Ali Başla komandanımızın əmri yurdu ətrafında sıx birləşərək torpaqlarımızı düşmən qutlarından azad etmək üçün vətən deyərək irəli getdilər. 2015-ci ildə Gecə radələri, İstanbul 6-7 radələri. Onun şəhər olmasını radələri mən özmüşdür. Ondan sonra qələm gəlir. Bu qələmin ən ali məqamlarından birində isə millət vəkilləri var. O millətin səsini, millətin difağı üçün çalışan və çalışmalı olan şəxslərə
çatdırmaq məsuliyyəti daşıyır. Mən də hər birinizi salamlayıram. 2018-ci ildə dəniz üstü təyinatları kursuna qatılmışıq, 9 aylıq kursa və buranı da hər ikimiz müvaffəqiyyətlə bitirmişik. Və kursun nə qədər ağır olduğunu filmdən də izlədik. Orada da məlumat verildi. Döyüşçü yoldaşları da dedi. Zabitlərdir. O zabitlər ki, vaxtı ilə sizin sıralarınızda oturur. İşi var, nə qədər soyuqqanlı olsa da, nə qədər biraz biz səsləsin.